Salam, hər vaxtınız xeyir olsun. Bundan qabaq, yox, hələ indi deyim də mən, bu ev harada yerləşir? Makaronla fabrikin işıqforundan düz demək olar ki, evin yanına qədər çəkiliş elədim sizlər üçün. Baxın, bax, Elvin indi bunu qoyur, baxın. Həmən Bravo yoluna, qalaya gedən yoldan 25 metr, 30 metr məsafədə, yola yaxın. Araz marketin yanında. İkinci evdir. Demək olar ki, bunun yanında, sağında, solunda, önündə biz ev satmışıq. Allah xeyir versin yaşayana da, alana da, satana da. Bu ev bugün çıxdı satışa. 4 sot, tək yaşayış sahəsi 165 kvadrat, paket kupçadır sənədlər, qazı, suyu, işığı hamısı var. Qismən əşyalı. Necə deyim qismən əşyalı? Qarğamız var. Qonaq otağı ilə mətbəx otağı demək olar ki, əşyalıdır. Sonra söhbətgah maşallah əşyalıdır. Televizor nə qədər varıdır. Qiymət isə bugünkü gündə start qiymət 393 min manatdır. Endirim olunacaq. Avtomatik olaraq darvazası sağ olsun, baxın, hasarların üstündə bağlı bir sahibi. Buradan onsa zaten qonşu buranı görmür. Burada qəşəng bir palma ağacı əkilib, balaca bir palma ağacı. Evin hər tərəfinə fırlanmaq olur. Evin birinci mərtəbəsi bütöv olaraq monolit betondur. Üstün soruşmadım, yalan deyərəm. Amma üzzənməsində, sonra fasad görüntüsündə kabançik daşlar və ağlay daşlarından istifadə olunub. Bəli, 5 daş yerdən hündürdə inşa olunub. Əzizlərim, küçə, maşallah, gördünüz. Natiq sizə küçəni də çəkdi, göstərdi. Burada həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı. Böyüdür ha, şuradan boydadır. Sonra söhbətgah, keçək elə buradan birbaşa söhbətgah. Xırda xuruç işlər var, usta hal-hazırda əlində o işləri görür. Demək olar ki, bitəcək. Hətta ev sahibi çaniç və dəm çaniçi də alıb qoyub təzə. Televizor, burada qəşəng dolablar, hamısı düzələcək. Burada da ki, maşallah, oturmaq üçün stəkanlara bax. Bu çevirib necə? Hələ təzədir, işlənməyib ona görə. Dəyərli izləyicilər, evin içərisində sizlərə göstərəcəm. Bununla üzbəüz, qardaş, bir dənə şey soruşum. Hovuz isti hovuzdur, yoxsa? Xətt atılıb, istəsə elə bilər. Hə, hovuz, isti hovuzdur. Necə isti hovuzdur? Bütün xəttlər, bütün hər şey çəkilib, hazırdır. Kim istəsə, kombini, esenjoru qoyub, birbaşa qışda da istifadə edə bilər. Dəvə boynusu işlək vəziyyətdədir, özümüz qoşmuruq. Bura mətbəx otağıdır, mətbəxin qarşısıdır. Stul alınıb, qoyulub, qışda, yayda istifadə eləmək üçün. Sonra, burada manqal inşa olunub, qəşəng bir manqalı var. Əməlli başlı, gözəl bir manqalı var. Yanında kiçik bir su hövzəsi var. Mətbəxə yaxındır. Bir daha söyləyirəm, bütün evin hər tərəfinə də fırlanmaq olur. Mümkündür. Yəni, maşallah, geniş də yer qoyub. Bir də söz deyim, bu evin sağ tərəfi boşdur, evin arxa hissəsi boşdur. Yəni, tikili yoxdur. Heç yerdə görünmür. Bir dənə sol tərəfində də o da ki, maşallah, buranı görmür. O da gözəl qonşulardan biridir. Bizim müştərimiz olub, biz satmışıq o evi, bir daha söyləyirəm. Allah xeyrin versin. İndi isə keçək evin daxilinə. Gəl, Natiq, gedək. Getdik. Biz hal-hazırda evin daxilindəyik. Ev sahibi ilə də, Natiq ilə də bayaqdan evin gözəl tikilişi və gözəl dizaynını danışırıq. Çox qəşəngdir, superdir, sağ olsun. Yəni, belə deyim də, irəliləyiş var, maşallah. Gündən günə keyfiyyət və proyekt, bölgü, dizayn dəyişir. Ən aşağısı Natiqin həmişə yoxladığı taxtadır. Ümumi giriş hissədir. Solda güzgüdür, aynadır, bəzənmə stolu. Bununla üzbəüz mətbəx yerləşir. Ev bütöv olaraq 165 kvadratdır, düzdür? İsti döşəmə ilə təmir olunub. Mətbəxdə sobalar falan qoyulmayıb, bunlar qoyulub, stul var. Qonaq otağı, tostörün də var burada, amma bilmirəm, qalacaq, qalmayacaq. Hə, daxili ümumi. Yaşayış sahəsi 165 kvadratdır. Hündürlük falan, pərdələr çox qəşəng, çox zövqlüdür. Yer məsələsini sizə zaten göstərmişdim. Qonaq otağın sonunda təqdim edəcəm. Gəl, ümumi sanitar qovşağıdır. Daxilində duş kabinasıdır. Unitazdır, əlüzüyandır. Bütün hər şey mövcuddur. Keçirik buradan.
Valideyn yataq otağı. Yataq otaqları çox qəşəngdir, genişdir, havalıdır, hamısına gün düşür. Bunun bu tərəfi boşdur da, düzdür? Boşdur. Daxilində sanitar qovşağı var. Bu yataq otağının. Burada da quruducu, duş kabina, unitaz və əl üzüyan. Dəyərli izləyicilərimiz, yer haqqında məlumat vermişdim. Bir daha istəyirəm, yer superdir, çox qəşəngdir, ev özü də gözəldir. Qiymətində də endirim olunacaq, sənəd də paket kupça. Bütün pəncərələr hamısı vitrindir, yerdəndir. Bura evin arxa hissəsidir. Onun arxası da məncə boş olmalıdır. Orada boşdur. Demək olar ki, sol tərəf, arxa tərəf, ön hissə boşdur, ön hissə yoldur. Bir dənə bunun sağ tərəfində geniş, böyük bir ev var. O evi Allah xeyir versin. O vaxt biz satmışdıq, üzbəyiz evi biz satmışıq, Allah xeyir versin. Yaşayırlar, 4 fəsil yaşayırlar. Yəni küçədə 4 fəsil yaşayırlar. Yer haqqında bir daha deyirəm, elə bir yerdə ki, çıxdın marketə, yola, piyada. Burada geniş yataq otağıdır. Buranı da ev sahibi belə saxlayıb, Allahın köməyi kim istəsə buranı şüşəbənlə bağlayıb, burada bir dənə qardırob yığıb özünə otaq kimi və yaxud da paltar asmaq üçün, paltar yığmaq üçün bir dolab edə bilər. Keçirik ən sonda ən gözəl yer, ən qəşəng qonaqları qəbul eləmək üçün qonaq otağı. Twist-end yığmayıb, əziz izləyicilərimiz, amma bunu çox qəşəng eləyib də, yəni düz divar kimi alınıb. Elə bilirsən ki, divardır, amma arxası var, işıqlandırması var. Yerə qədər, bir də döşəmədən düz tavana qədər. Tam mərkəzdə də böyük bir televizor, qəşəngdir, superdir, divanın kreslosu, oturacağı. Buradan da ki, görüntü maşallah. Həyətə baxır, söhbətgaha baxır, yaşıllığa baxır. Dəyərli izləyicilərimiz, eksklüziv olaraq bugün çıxan bu evi biz sizə çəkdik, bugün sizə təqdim edirik. Bundan sonra bilirsiniz, bütün səhifələrdə demək olar ki, olacaq, amma birinci sizə biz təqdim elədik. Bizi izlədiyi üçün sizə təşəkkür edirəm. Çox sağ olun. İnşallah ki, görüşmək ümidi ilə.